Salam. Bugün yuxudan oyandım ki tam vloqluq bir günə oyanmışammış. Çünki bu gözəl qızın qaynağı var bugün. Bu gözəl qızın. Günay bir də əl bir çək o gözəl qızın gül camalını göstərək. Ailəsi baxır ağır qızdır. Demək ki o qız varsa tam vloqluq bir günə ayılmışıq. Ne yeyirik? Qəşəng bir dənə vlog gəlir. İzləyin bizi. Şimdi elə qəşəng. Biraz bəzənək, biraz vlogumuza hazırlıq. Dodağıma var. Kontrol çəkmişəm yarı-yarımçı. Bu qız gözəldir də. Heç nə eləməyə bax. Bir dənə tur. Ciyada. Ay, verir dezin tərifləməkdən ötürü. Hamadam da qutarıb. Neyse. Alana şükür. Kəsirin alandan. İndi də gördən izləyicilərim yığılıb mənə pamadaza dalıq gəlirlər. Al make-up ustasına. Yox. Mənə də onlar aynı olurlar. İstəyirəm bu saçları çox iyi. Dayı, sizə ayrılan limit sürəsi doldu. Mən bu bir dənə bax. Göstərə bilirəm oradan ışıltını yanaqdakı. Urar Beauty'nin highlighteri. Möhtəşəm. Reklamlar gedir. Rəngsiz, kraskasız. Məni niyə o gündə çəkirsən? Ay, Sən Allah haqqı hər halinlə o qədər gözəlsən ki. ay həyatım. Reklamlarımız gedir saçlarımızın, Sevan saçlarıdır. Özündən buruq olan təbii uşaq Bəli, saçları. bəli. 300 qram bax belə saç yığacağıq. Bəli, bəli. Görürsüz, çıqır. İncə harda belə. Siz bu nəticəni gözləyin. Yəni həqiqətən möhtəşəm olacaq. Birazdan çəkəcəyik. Mən səndən daha öncə də saç almışdım və onu 6-7 dəfə istifadə etdim. Həqiqətən deyirəm, kişi qızı kimi yalansız, dolansız. Hətta gələndə də dedin ki, keçən dəfəki saçdan ver. Nə tökülmə var idi, yığımımız da möhtəşəmdir. Çünki elə ona görə də gəlmişəm. Yenə 300 qram, bax belə gözəl saçlarla indi mənə qaynaq edəcəyik. Yubileyə hazırlıq. Bəli. Bay dana, qoysa bizə bir çay süfrəsi hazırlayıb. Çay içməyə gedəndə nə deyirlər belə? Çay çələngi nə deyirlər? Set verirlər. Onun adı nə olur? Ne gözəldir. Bu arada bizim qoysa bugün çaşqalar gətirib bunu özünə, bunu mənə. Şirin. Təzə çaşqalarımız. Şərəfə, izləyicilərimizin şərəfinə Sevan başı üy olur. Qoyacağım onu da çəkimi. Başı üy olur, ona kimi çay molası veririk. Biz belə oliqarx, aristokrat insanlarıq. Belə fasilələrdə ancaq incə işlərlə məşğul. Bax, burada sonsuz. Gəzdir. Sonsuz istəyirəm. Vay. Bak belə. Saxla. Bizim qaynaq prosesi başladı. Səhərdən YouTube üçün bir dənə maraqlı video çəkirik. YouTube üçün yox, TikTok üçün. Bir dənə video gəlir, partlayış. Seva hoqqa verir. Mən belə aktrisalıq görməmişəm. Birazdan təkliflərin gələcək məncə bu videodan sonra. Getdik, başlayırıq. Sevan saçlarını rənglədi. Zaten bütün proses. Bəli. Rənglədik saçları zaten hər proses gözümüzün qabağında olub. Uşaq saçlarımızla möhtəşəm qaynağımıza başlayırıq. Bildirim. Sen ne? Bunun içinde ağla. Yani uca sen benden yığdın. Uca bezdi. Orada ki göz derdim ağlayır. Laf, eləyərik. Ən axırda da o axırıncı musikanı da özün tap. Qoy mən bir dənə story atım.
Bilsinlər ki, bu gün Seva gəlibdi. Xoş gəlibdi, xoş gəlibdi. Bəli, Gözəlləşməyə gəlibdi. Seva'nın 35 yaşı olacaq. Ay. 10 gün sonra. Dönə-dönə üstünə basa-basa yaşını deyən adam görməmişəm də belə bir şey. Yoxdur belə bir şey. Hər yaşınız gözəlliyi var. Allah tək ki, hər kəsə 35 yaşına gəlib çatmağı da nəsib eləsin və bundan sonra da bizə alnı açıq çatmağı. Bəli, bəli. Başı dik, Bəli. öz ayaqlarının üzərində dayanaraq. Buna görə də təbii ki, qürur duyuram yaşımdan. Amin. Hə. Və yubileyimə hazırlıq verir. Hazırlaşırıq hamımız bu günə. O qədər önəm verirəm. İnşallah qəşəng də olacaq. Məni heç vaxt görmədikləri bir tərzdə yubileyimdə görəcəklər. İndi görün də nələr gəlir. Hələ bizim bir çəkilişlərimiz var. Nə xalüqələr yaradırıq. İzləyin bizi. Bəli, axşam bizi izləyin. Bomba gəlir. 500 yığılacaq. Nə yığılacaqsa yarısı sizin. Dedim sən mən nə hesab edirsən? Utanmırsan. Görürsən. Sən utanmır. Ona görə Sonra da gedib deyər ki, yarısını yığır da. Abaysan. Ona görə onun videosunun hamısını sildim səhifəmdən. O sözə görə. İminə o sözə görə. Dedim get kimə müraciət etsən mənə. Hə. Var, aparıcı var, tanıyıram. Sən də tanıyırsan. Çəkir deyə deyəmirəm, deyəcəm. Var, adamla var, tanıdığım adam. Konkret yığdı, pulun yarısında yedi. Efirdən yığdı ya. Efirdən yığdı, pulun yarısında yedi. Düz deyə, Allah yenə də canını sağ eləsin. Onun sayəsində çox böyük bir yardım oldu filan, amma ufaq yedi. Əlbəttə ki. Hər kim yaxşılıq eləyirsə, Allah ürəyinə görə versin. Əzizinin qabağına çıxartsın. Amma yardım işləri çox qəliz məsələdir. Ona görə də başını buraxmışam bacardığım qədər. Amma imkan olduqca empati qrup yardım eləmək lazımdır. Bu qədər. Həddində. Deyir ki, Allahla Allahlıq eləmək olmaz. Bir dənə bunu mən dərk edirəm bu yaşda. Mən maksimum dərəcədə yardım etdikcə elə bir ki, Allahla Allahlıq eləyirəm də. Mən dünyanı xilas eləyə bilmərəm. Bunu qəbullanmaq lazımdır. Hər şey həddində. Dozunda, sağ ol. Bərk iş gedir burada. Pis saçları bir tərəfə yığıram. Yaxşı saçları bir tərəfə. Mənim saçlarımın içində pis saç yoxdur. Danışıqla fikir verin, xahiş edirəm. Araları mənə götürür, çözməyini üzləşdirir. Ay! O başkasının da o dünəndən qalandı. Maça. Давай. Sen düştün. Gelirsen adamın gözüne değil ben düşmedim. Görmürsen sen özünü. Udalıram prosesi. Düşürsen söyle. Lazım deyil sizin çəkilişiniz mənə. Yanıram göstərdim ağlayatın. Özüm ağlayatın da ağla. Aha, 3-2 sıra Seva öyrənib. Ağlayacağım isterdim ağlayacağım. Özüm ağlayacağım. Ağlayıram göstərdim ağlayatın. Özüm ağlayatın da ağla. Ha, valla geçer. 10-cu topoyunda. 10-cu topoy. Ha, böyle. Ha, davamı var ya, hele dayan görün. Yana yana.
külüm yoktur. Sazım var, ben mal okumuram. Adıma tarzı yığıştırır. Ona bakmaya o geçi oradan orada gör. Ayda o bunlar deyə bilməyəcəksə. Bunlar yenirlər. Şöyle başlayalım. 1, 2, 3. Böyle işler. Ağlayıp özlerdim ağlayatım. Prosta başım görünmür orada. Koy. Yok ha. Ağlayıp özlerdim. Aa, ben niye demirsən? Görünmüyorsun. Ben niye demirsən Leynin ölüsün? Yok ben düşmemeyime göre. Ben özür. Ölüm ağlayatım. Ağlayacağım. Özlerdim ağlayatım. Ağlayıp özlerdim ağlayatım. Ölüm ağlayatım. Hə, alın. Görsen. Burası mən niyə belə pis gündə çox? Mən indi xeyir ol effekt sənə düşür ki. Başında sağ. Düşmür də özü bə. Ben çekileyim. Sana düştü ben gelin gelin bak. Çıkışan bir parmak. Ben şey öndeyim. Bizim mutlu. Onu saklar. Ben külahımdan değilim. Ay hepsi sana düştü sonra ben geleceğim kadra. Başa düştü. Birinci sen Ağlayıp özlerdim ağlayatım. Ölüm Gəl. gelin. Yo yo dayan. Birinci kimə düşür sonra onda qalır. Ha. Boy, aba təzə şey öyrəndim. Görsen sen de bak. Yaxşı da. Gəlmə, birazdan gələr. Görün adam. Yine ben düşüyorum aslında. Ağlayacağım özlerdim Ağlayıp özlerdim ağlayatım. Ölüm ağlayatım. Necati. Anlar abi yani. Da başka değil. Orada ağlayatım. Yavrum Hə, yaxşı yada saxla. İçimdə heyecan var, burada ağlayacağım. Ben hep her yaşın içinde beklerim. Ağlayıp özlerdim ağlayatım. Ölüm ağlayatım. Yok içimde de bir dünyam var orada ağlayatım. Hə. Aldı. Ağlayıp özlerdim. Yana yana. Külüm yoktu. Ne bileyim. Sazım var. Aman okumuram. Ha, bunun sazı var. Adıma tarzı yığıştırır. Ona bak. Sazım var. Aman okumuram. Sazım var. Aman Sən iş gör də, sən iş gör. Zımba. Gördün? 11. Hə. Loxmura. Atmacalar bizi yığışdırır. Deməli, axır ki, bunlar da acdı. Saat 1-dən burdadır. Tərifləmişəm ki, bizim qəşəng dönərimiz var. Necədir Sevama? Bu dönərin asobu sousu var. Səni bu dəqiqə çiğ-çiğ yesən, sən belə mənə dadlı gələcəksən, o dərəcədə açım. 8-ə qalıb hələ də burdadır və saçlarımızın bir hissəsi gedib. Gör necə oturub. Sakit-sakit yeyir. Belə. Biz də burada öz işimizdəyik. Başqa qaynaq yığırıq, Seva yeyənə kimi. Sonra da görək nə yeyirik də. Zan koyuram. Senete bak. Kompleksini istəyirəm. Səsim mikrofondan getməsəydi başqa söz deyərdim.
Seo güldü. Mikrofon yerə qoyaq. Ay Allah, həqiqətən bu gün yorulduğumu hiss elədim. Saat 1-də gəlib bu qız. 7 saat. 20 saat yapmadı. Dirəşmişəm. Bir saç gəlir, bir saç gəlir. Bay bay dana. Yetim. Saxla yetim. Yetime ben bakayım. Demedim dayanmıyor. Və bizim möhtəşəm nəticə. Sevanın saçları hazırdır. Necədir Sevan? Yubiley saçlarıdır bu. Bay bay. Yubileydə hayırlar olacaq düzdür. Amma bilirəm ki, çox möhtəşəm bir saç alınacaq. Niyə? Çünki 300 qram saç yığılmışıq və qalınlığa baxın. Doğrudan çox qəşəng alınıb, çox oynaq. Əllərimizə, əməyimizə Uşaq saçlarıdır deyə çox oynaq saçlardır. İndi bunu zaten mən asobu çəkib paylaşacağam. 7 saat işlədik valla. 7 işlədik. Yo 7-dir. 7 mənim uğurlu rəqəmimdir, 7 olsun. Ay ay ay. Ay ay ay. Mən Miray kimi. Miray kimi. Gözələm mən. Gözəlsən. Çox güzel Miray mamasısan. Belə də olmaz. Belə oynadı. Düzdüyündə o saçları gözəl idi. Doğrudan gözəldir. Amma mənim saçlarım qısa idi. Və dünən sənin yanında gələndə nə demişdim? Qızımın saçı kimi gözəl Elə mənə. Əslində o saçdan eləmişik, prosta ukladka elədik deyə saç belə canlı qəşəng, amma indi yuyanda eyni Mirayın saçı kimi. Düzdür, Mirayın eynisi olmasa da onun kimidən qəşəng uşağın saçıdır bu da. Mama bala güzgün qabağında dayanacaq, deyəcək gözələm. Dünən Mirayın saçlarını eləmişəm, bugün Sevincin saçları. Dünən idi sıra gün. Mirayı kəş onu da çəkər deyə salardıq bura rozvu belə. Supersən, gözəlim, həmişə gözəllikdə. Çox təşəkkür edirəm. Xoş oldu, günümüzü yekunlaşdırdıq. İstədiyim bir saçı əldə etdik. Alandırdıq. Bu qədər zəhmətə, bu qədər vaxt itkisinə dəyərli. Dəyərdi. Həqiqətən insan Doğrudan vaxtdan çox qəşəng. dəyərli heç bir şey ola bilməz. Sağlıq və zaman bunların qədrini bilmək lazımdır. Doğru. Və biz o zamanı o qədər gözəl dəyərləndirdik ki, yubileyində Dedik, güldük, oynadıq, düşmanlarıma yedik, çox içdik. baxacağam. Saçlarımızı uzatdıq, gedirik. Sağ olun, gedirik, sağ olun. Buyurun. Eyni bu. Bəli. Nə qədər? Kraskanı özünüz gətirsəniz. Yox, heç nə gətirmirəm. Heç nə gətirmirsiniz. Təxminən 30-40 manat çıxacaq. İndi boyunda. Hə? Saatdan xəbərim var. Yaxşı. Ay yox, gəl biz Gecə müştəri tutmuşuq. Müştəri görür ki, oturmuşuq o gecənin yarısı. Deyir, bunların başı çatmır. O elə məndə. Çox kəsirsiniz də. Bəli. Sonra indi deyin də. İndi eləyəm. gecəs məni bitib. Saat deyin də nə var? Əsmər axşam oldu bizlər söylənəcək. Telefon var. Bir dərs öyrənəcək. Hər dərs Ondan söylənəcək. sonra kamera nədir, kraska qoydurmaq istəyir, deyir dərs öyrənəcək. Kraska qoydursaydım öyrənməyəcəkdim də. Bir şey qoydurmuram, söylüyorum mən. Ay vəşə. Hay. TikTok telefonunda da var. Kuzum, adın nədir Gülbahar? Peki sənin anan baban varmı? Var. Yoxdur, var, yoxun elədi, yoxdur. Allah haqqı yoxdur. O şeir kimindir, o şeiri tap. Şeirə Vəşə, bunu bağla, telefonda var. Yavrum kuzum, adın nədir Gülbahar? Peki sənin anan baban varmı? Var. Tapdı onu TikTokda, nə olar o şeiri ver buna. Baban sənin zəngin midir? Evet, zəngin beyzadə. Peki sənin giyimin niçin böyle sadə? Yoxmu sənin altınların, altın bilərziklərin? Var əfəndim, var. Fəqət müəlliməm söyləmişdir ki, Hüseyin Cavid Əhməd Cavad. Hüseyin Cavid deyirəm də. Bu da müştərinin kafası. Ay, oxuduğum jurnalistika halal olsun mənə. Hə. Eşitmişəm. Zəngin beyzadə.
Peki senin giyimin ne için böyle sade? Yok mu senin altın bilerziklerin? Var efendim var. Fakat müəllimim söylemiş ki bir kızın temizliktir. Sine. Başım git. Ben jurnalist Ne yap kanıtım. günahım nedir var? Bu şeydir, sokmadan. Neyse, iş günümüzün sonu yekunlaşdırdık. Saat qalır 12'yə gedirik evə, gedə bilsək. Yolda başımıza heç nə gəlməsə... Bu qoysa, bu icazə versə. O icazə versə. Yolda başımıza heç nə gəlməsə, Her şey böyle 500 gələn bloklarda görüşənə qədər. Amma o 300 qram idi. Hər şey olar. Bu nədirsə? Hara vur? Bax, hələ də buraxmır ki, gedək. Sağ olun, salamat qalın, bye. Görüşərik. Mən vurulmuşam, bye bye. Bye bye. See you.